Prezident İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştdə işgüzar səfərdədir. Səfər yalnız iki ölkə arasında deyil, həm də regional təhlükəsizlik və enerji məsələlərində yeni bir dövrün başlanğıcı ola bilər. Prezident İlham Əliyev Macarıstanın enerji təminatında Azərbaycanın rolunun artacağına dair mesajlar verib. Prezident İlham Əliyev baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfər etdi. Paytaxt Budapeştin Ferenc Liszt adına beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qaravol dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar. Sonra Budapeştdə yerləşən rəsmi iqamətgahə gələn Prezident İlham Əliyevi Macarıstanın baş naziri Viktor Orban qarşıladı. Azərbaycan və Macarıstan liderləri birgə foto çəkdirdilər. Liderlərin məhdud və geniş tərkibdə görüşləri baş tutdu. Görüşlərin keçirildiyi ərəfədə Azərbaycan və Macarıstan liderlərinin mətbuata bəyanatları üçün zalda hazırlıq işləri görülürdü. Kameralar və səs cihazları yoxlanılır. Azərbaycan dövlətinin xarici siyasətində Macarıstanla münasibətlər önəmli yer tutur. Prezident İlham Əliyevin bu ölkəyə 5-ci səfərində baş nazir Viktor Orbandan görüşünə dair bircə açıqlama bir qədər sonra başlayacaq. Artıq hər iki ölkənin media nümayəndələri yerlərdən tutublar. Rəsmilər üçün də yerlər ayrılıb. Budur, artıq hər şey hazırdır. Prezident İlham Əliyev və Macarıstan baş naziri Viktor Orban zala daxil olurlar. Müzakirə olunan məsələ isə çoxdur. Siyasi münasibətlər və enerji sahəsində əməkdaşlıq imkanları. Prezident İlham Əliyev qeyd etdi ki, Macarıstan Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Biz bunu alqışlayırıq və dost ölkələr, strateji tərəfdaşlar kimi oxşarlıqlarımız da çoxdur. Onlardan biri də bizim tarixi köklərimizdir, deyə dövlət başçısı vurğuladı. Prezident İlham Əliyev həmçinin Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə başlayacağını da diqqətə çatdırdı. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir. Azəri-Çıraq, Günəşli və Şağdəniz yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bugün fikir mübadiləsi aparıldı. Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bugün qeyd etdim və baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sülh prosesindən də danışdı. Sülh danışıqlarının 2-ci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin də müəllifi də biz olmuşuq. Və məhz bu mətn bugün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə, amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bugün artıq Ermənistan tərəfindən qəbul edilib. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə heç bir qeyri-adi məsələ yoxdur. Prezident İlham Əliyev və Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə razılıq əldə edilməsi münasibəti ilə təbrik edirəm. İnanıram ki, bu saziş tezliklə imzalanacaq. Bu bəyanatla isə Macarıstanın baş naziri Viktor Orban çıxış etdi. O, həmçinin qeyd etdi ki, Prezident İlham Əliyev Macarıstanın gələcəkdə də qazla təmin olunacağı ilə bağlı onu əmin edib. Siyasi sahədə, enerji məsələsində nə zaman çətinliklə üzləşsək, Prezident İlham Əliyev yanımızda görmüşük, deyə Orban vurğuladı. Türk dilli dövlətlərin dəstəyi olmasaydı, bugün enerji təhlükəsizliyini təmin etməyimiz çox çətin olardır. Ancaq biz əlimizdən gələni edəcəyik ki, bizim iqtisadiyyatının dayanıqlığı təmin edilsin. Etibarlı tərəfdaşın dəyəri məhz belə ölçülür. Türk ölkələri olmasaydı, bugün Macar əhalisi
3-4 dəfə daha çox enerjiyə pul sərf etməli olardır. Cənab Prezident bizi əmin edib ki, ötən il olduğu kimi bu ildə Macarıstan qaz təminatı təmin ediləcəkdir. O da diqqətə çatdırıldı ki, ölkələr arasında həm siyasi, həm də energetika sahəsində əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək. Türk Dövlətləri Təşkilatının qeyri-formal samitinin keçirilməsi təşəbbüsünün müəllifi Azərbaycan olub. Bu dəfə estafeti Macarıstan qəbul edir. Nəriman Hüseynzadə, Sərxan Daşdamirov, Rüstəm Mikayılzadə, İTV Xəbər, Budapeşt.